Çəkirlər, düzdür? Deməli, amonyak, amonyum tuzları alınması xassələri. Bir hissəsinə baxmışdıq, bir hissəsinə də baxırıq. 89-dan istəmişsiniz də, düzdür? Gedək 89-a. İndi mən bunları bir-bir izah edirəm. Video çəkirəm, çəkmirəm, bunun məsələ dəxli yoxdur da. Siz sualınızı rahat verin. O günləri bir də o saxlayın müəllim. Saxlayandan sonra mənə falan bir sualım var. Bir video gedə demədim ki, birdən biabır olarım. Elə bir ki, cəmaat elə bunun səsindən bunu tanıyacaq. İbrahim Tatlısəsdir axı. Hamı bunun səsini tanıyır. Nəzrin, görürsən lövhəni? Bəli, Rahat görürsən? bəli. Bəlkə əyib fıradın mı? Belə bəlkə daha rahat olar. Baxalım. Belə daha rahat. Rahat mənim. Belə daha yaxşıdır. Bəli. Hə, yaxşı. 89-cu sual istəmişsiniz. Deməli, amonyakla oksigen girir. Bunların iki növ reaksiyası var, bilirsiniz. Biri amonyakın yanması, biri amonyakın katalitik oksidləşməsi. Bir görüm Sveta. Amonyak yananda nə verir? NH3 plus O2 təkcə temperatur, yəni təkcə temperatur nə oldu? Yanında nə verir? Su və N2. Bu yanmadır. Bir də var oksidləşmə, misal deyil. NO ilə H2. Deməli, oksidləşəndə, katalitik oksidləşəndə isə NO ilə su verir. İndi bu hansıdır bu reaksiya burada? Oksidləşmədir, yanmadır. Əgər deyirsə ki, qarışım tam oksidləşmə məhsulu, o zaman bu söhbət nədən gedir burada? Yuxarıdakından yox, aşağıdakından gedir. O zaman bunu əmsallaşdırıb üzərində hesab aparmalıyıq. Əmsallaşma da belədir. Azot burada mənfi 3-dən neçəyə gəlir? Müsbət 2-yə. Neçə elektron edir? 5 elektron. Oksigen sıfırdan gəlib neçəyə? Mənfi 2. Burada əvvələ yazacağım. Burada oksigen 2 yerdə var. Hansına yazacağım bilmirəm baxın. O da əvvələ yazıram bunu. 3-dən müsbət 2-yə 5 elektron. Sıfırdan mənfi 2-yə 2 elektron. 2 də burada var. 2-yə vuranda neçə eləyir? 4, 5. İqtisad getmir, çarpaz yazırsan. Bura 4, bura 5. Azot 4 dənə oldu, 4. Oksigen də 10 dənə oldu, bura 6 yazıram. Hidrogen sayı da düzəldi. Deməli, əmsallaşdı. İndi bunlar neçəyə nisbətdə girirlər uşaqlar? 4-5-ə. Neçəyə? Bax, 4 həcm azot girəndə 5 həcmdə oksigen girir. İndi 4 vuru 20 onda 4 fikirləşə bilərsən. 4 vuru 5, məncə fərqi yoxdur. 4-dən neçə girir balam? 5. 4x-ə nə qədər girər? O zaman cəm girən neçə x-dir? 9x bizdə neçə verib cəm girəni? 54 verib. 9x 54 x neçədir? O zaman bu girib 24 litr, bu da girib 30 litr. Amonyakın həcmi 24 litr. Oksigen istəsəydi 30 litr. Aydındır? Tam başa düşdünüz? 90. Biraz öyle bir uzun görsən değil bu, ha? Yoxsa mənə elə gəlir? Sanki elə bir uzun görür. Biraz reaksiya geçməyir. Yazım istəyirsən yerindən. Yox, amma yazım. Məsələn, şərtini oxumaq üçün Məryəm. Azot və amonyakın edəndə qaz qarışına 20 litr H2O qazı əlavə etdikdə qaz qarışının həcmi 25% azalır. Qaz qarışının qalan hissəsinin tam yanmasına 15 litr normal şəraitdə 32-yə sərf olunarsa, qarışıqdakı azotluca qramı kimi tamamıyla reaksiyaya daxil olar. Deməli, 3 prosesdən danışır. Bir, əlində azot və amonyak var. Kim nə qədərdir bilmirəm. Yaxşı. Əldə var azot, bir də var əldə nə? Amonyak. Kim nə qədərdir bilmirəm. Buna birinci H-klorla təsir edir. Nə ilə? Mən bilirəm ki, H-klor azotla reaksiyaya girməz. H-klor NH3-lə reaksiyaya girər, amma NH4 klor. Onu da bilmirəm ki, bu NH4-ün tamamı giribdir H-klorla, yoxsa bunun yenə də qalanı var. Bilmirəm. Amma ikinci dediği cümlədə başa düşürəm ki, amonyakın tamamı girməyib. Çünki deyir, bunu yandırmışam. Axı, mən bilirəm, azot oksigende yanmır. Azot oksigende nə eləmir? Yanmır. Var belə bir reaksiya, şimşək çaxanda gedir. Bu uşaqlar endotermik reaksiyadır. Bu yanma reaksiyası deyil. Oksidləşmə demək olar, amma yanma demək olmaz. Əgər yanmadan söhbət gedirsə, yanan yenə amonyakdır. Yanan yenə kimdir? Yenə amonyak yanır oksigende. Amonyak da yananda nə verirdi Svetlana? Bayağı dedi. Su və azot. Su və azot. Bəli. Bu da yuxarıdakı yanmır. Deməli, iki proses var. Birinci proses budur, ikinci proses də budur.
Birincidə amayakın bir hissəsi getdi, ikincidə də amayakın tamamı getdi. Sağlam. Bunlar birə-bir girmirlər uşaqlar. Ha? Birə-bir girirlər də. Bəs neçə litr H2O salıbdır burada? Əgər birə-bir girirsə, o zaman 20-yə də neçə girər? 20. Və deyir bu H2O bura gələndən sonra bu qaz qarışığının 25% azaldı qaz qarışığı. Yəni bu girən NH3 var ha 20 litr. Qaz qarışığının 25%'idir bu. Çünki H2O gəldi ora, qaz qarışığının 25%'ini götürdü getdi. Qaz qarışığının 25%'i neçə litrdir? 20 litr. Əgər 25% 20 litrdirsə, o zaman 100% nə qədərdir? O da 80 litr. Deməli o zaman qaz qarışığı 80 litrmiş, amma kim nə qədərdir bilmirəm. Kim nə qədərdir yenə bilmirəm. Sadəcə olaraq 80 litr azot amayakdan ibarət bir qaz qarışığım var. Əvvəlcə 20 litr H2O amayakın 20'sini apardı. Sonra bu yanma təmini. Yanma təmini ilə gəlmsallaşdıraq. Azot burada gəlib nələr? -3'dən 0'a neçə elektron? 3 elektron, 2'yə vur, 6. Oksigen 0'dan, əvvələ yazım elə bunu da. 4, bura bir 2, bura bir 3, burada 6. Düzəldi mi? Düzəldi, uzatma. Deməli 4'ə neçə girir? 3. Oksigen nə qədər sərf olunur? 15 oksigen sərf olunur. 3'ə 4 ise 15'e nə qədər olur? 20 olur. Deməli 20 amoyak burada getdi, 20 də burada getdi, hə? O zaman məndən fikirləşirəm. O zaman bu 80'i nə qədər azot imiş? 40'a. Çünki amoyak 20 burada gedib, 20 də burada gedib tükənib. O zaman 40 litr amoyakın var imiş, değil mi? Azotun var imiş. Belə çıxır. Aydındır? Çünki amoyakın 20'si H2O-dan girdi, 20'si də yandı. Bitdi də tükəndi. 20 orada getdi, 20 burada deməli 40 amoyak imiş, 40 da azot. İndi bu 40 azot var, üçüncü bir addım da atır. Nə qədər neçə qram lityumdan girer? Lityumdan da azot girəndə, bilirsizlər? Adi şəraitdə gedir deyəsən bu. Hə? Adi şəraitdə gedir, alır lityum 3, N. O zaman bir 2 yazar bura, bura bir 6 yazar. Düzəldi mi? Normalda bunun 22.4 litri girir, neçə qramdan? 7 bölü 6 neçə edir? 42 qramdan girir. İndi bu neçə litrdir? 40 litri neçə qramdan gider? X deyək oradan. Buradan da X'i tabası olsaq, 40'ı bölü 42'ye bölü 22 oldu 4'e. Neçə edir görəsən? 80 neçəli bir şeydir yəni bu. Çünki bu bundan təqribən bir 2 dəfəyə yaxın çoxdur da. Bu da 2 dəfəyə yaxın çox olan. Tam 2 dəfə olmaz. 75'dir bəlkə. 75'ti. 75'dir. Çünki bura bax 2 dəfə çox deyil də. Bu 2 dəfə çox olsaydı 84 olardı. X 75 litir. 75 gram daha doğrusu. Hesabladın da bunu deyil. Çox qutardı. Ben orada M2 var devam ederken. Onu da düşünüyordum. Ha, sen dərin düşünmüşsən. Bunlar bu qədər düşünməyiblər. Bunlar bu qədər düşünmür. Bir də ki, burada başqa bir məsələ var. Bəli, sondakı azot desəydi sən deyəndə. O sondakı azot demir. Fikir ver nədir? Karşı. Qarışıqdakı. Hansı qarışıqdan söhbət gedir? Yani başlangıçta karşı. Bəli. Sonda əlində olan azotdan neçə qram lityumdan girər desəydi sonda. Onda bunu da nəzərə alardın. Elə söz işlədi bu? Yox, məncə. Maraqlı amma yanaşma eləmişsən. Biraz geniş düşünmüsən də qəşəngdir bu. Özür düşüncə. Sonra. Neçə? 97. Nəzmin görürsən? Bəli, görürəm. Arada sualın olsa ver ha, yaxşı. Yaxşı. Bu reaksiya üçün doğru olmayan ifadə. Bir naşatır spirti parçalanır. Demiş ki NH4 OH deyirlər naşatır spirti. Düzdür yoxsa yox? O zaman düzdür də naşatır spirti parçalanır. Amonyum şorası parçalanır. Şolar, amonyum şorası NH4 NO3 deyil. Aha bu amonyum şorası deyil. Bu naşatır spirtidir. Yalandır. Azotun oksidaşma dərəcəsi dəyişir. Yoxlayaq da. Azot NH4 müsbətdə də -3'dür. NH3'də də -3'dür. Amma valenti dəyişir. Burada 4 valentlidir. Burada 3 valentlidir. Burada 4 olmaq, valentli olmağının səbəbi nədir Aysun? Burada niyə 4 valentlidir ki azot? Burada. Müsbəti boş verir, müsbətə dəxli yoxdur. Müsbətə əlavə azot niyə burada 4 valentlidir, burada 3 valentlidir? Müsbət oksidaşma dərəcəsidir, yükdür. Ondan dəxli yoxdur valentliyi.
Çünki orada bir dənə. Bəli. Burada azotun 3 dənə rabitəsi var hidrogenlə. Amma burada azotun 3 dənə hidrogenlə rabitəsi var. Bir dənə də donor akseptor rabitəsi yaradır. Ona görə 4 rabitə 4 valentlik. Oldu mu? Oldu mu? Sonra azot oksijen dərəcəsi dəyişir. Səhv, dəyişmir, doğru. Doğruları mı istəyir, yanlışları mı? 2-3. Sonra 99. Uşaqlar, bir de sizdə burada, indi çəkdim bir də silməzdim yolunu. 3 dənə rabitə, 4 dənə kovalent rabitə var burada, düzdür? Bu da iyondur da, bu heç özü yetmir. Burada birini azot koyub, birini hidrogen, düzdür? Birini azot koyub, birini hidrogen. Birini azot koyub, birini hidrogen. Amma bu donor akseptor rabitəsində ikisini də azot koyub. Elektron koyan donor olurdu, boş orbital koyan akseptor olurdu. Elə elə dördü. O zaman azot atomu donordur, doğru. Hidrogen atomu akseptordur, doğru. Yalan, yalan. Yalan mı istəyir, doğru mu istəyir? Kim istəyirdi bunu? Başa düşdünüz mü? Hə? Alın. Sonra. Neçə? 103. 103. Nəsə deyirsən elə bir. De gəlsin, de gəlsin. Hansı maddələr amoniyakla reaksiyaya daxil olur? Birincisi amoniyak əsas xassəlidir. Əsaslarla reaksiyaya o zaman bunu və bunu vur. Turşularla girir, girmir. O zaman de görüm ikinci. H-bromla necə girir? Nə verir? Deyərsin. NH4 brom. Üçüncüsü sən de Məryəm. NH3 HNO3-dən girəndə nə verir? NH4, NO3. NH4 NO3. Ha, bu dördüncünü də sən de Sevcan. NH3 H2SO4-dən girəndə nə verir? Birim birə girsin. HSO4. Bəs 2'nin birə girsə? Evet, teşekkürler. Sonra 105. Amoniyakın hansı maddələr reaksiyasında azotun oksidləşmə dərəcəsi dəyişir? İndi bunların bir-bir reaksiyalarını mənə kömək eləyərsiniz yazın. Hə? Birincisi kim kömək eləyər? Günayda görün. NH3 üstəgəl H-klor nə verir? İkincisini de görüm, yandır NH3 oksigender. N2O üstəcə su. N2 üstəcə su. Üçüncüsünü de nə? NH3'ün H2O4 nə? Üçün birə. Sen dediğin birim bire anladı. 3 tane NH3 var, 3'ü de 3 tane hidrojen götürdü özüne. Dördüncüsünü de. Yine sen. Buyur, gözlüyürəm. Anne öşçüyür mü? Əsas oksit deyə düşünürsən girməsin? Yox. Bu o deməkdir ki, sən elementlər kimyasını təkrarlamalısan. Mən təşərrülamışam. 200 var. De görüm azotun laboratoriyada alınma üsullarını. Mən hidrogen oksijen təşərrülamışam. Ha. Baxdı baxın. Azotun laboratoriyada alınma üsulları. Azotun laboratoriyada alınma üsulları birinci səhifədədir. Solda aşağıda olmalı. Yox, mən göstərəcəm. Hə? Amonyak dərsində. Amoniyakın böyle azotun alınmasıdır. Amonyak üstəcə N2. Azotun alınmasında değil, iki səhifədə Orada da var, burada da var. Düz yoxdur. Bilmirəm mən nə yazmışam bura. De! Mən onu deyirdim. İkincisi yazdım. Aha. Üstəcə N2. Bəli. Üstəcə H2O. Əfsən. Deməli bu nədir? Azotun orada alınması laboratoriya. Beşincisini de görün. De gəlsin. Günay xanım. Nə tapırsan? Başının içine bak. Yoxdur orada. CO.
NH2, 2 dənə və H2O. Karbamid və yaxud sidik cövhəri, gübrədir bu. 5-cində, 5-dir, nə oldu? 4-dür bu. 6'dır. Ha, yuxarıya baxın. Ha, bu nasıl oldu? 6, ha. Bunda da görüm anam tez elə. Temperatur, katalizator. De görüm nə oldu, bayaq yazmışdıq. N2O NH dediysə aşağı. Gecələr yat. Yaxşı, 6 saat. Oldu. Hə, deyir ki, hansı maddə reaksiyasında az oksidaşma dəyişir? Yaxşı, -3, -3, dəyişmədi. -3, 0. Bəs madələr 0 olur da, dəyişdi. -3, -3, dəyişmədi. -3, 0, dəyişdi. -3, -3, dəyişmədi. -3, -2, dəyişdi. Dəyişənləri istəyir, dəyişməyənləri. Bu biraz sizə qarışıq gəldi, elə mi? Bu biz necə düşünün bunu? Elə bir CO2 deyildi belə, hə? Hə? Bu elə bir oksigen itirdi. NH3'lər də hərəsi bir hidrogen itirib, bura birləşib. Biri bura, biri də bura. Belə düşün. Yaxşı? Oldu? Onda elə bir sanki NH3'dürsə azot bir dənə rabitəsi karbonla yaratdı. Azot üçün bir şey dəyişmədi. Oksigen zaten hidrogenden de elektron alırdı, karbondan da elektron alacaq, yəni -3 olacaq. Sonra 107. Nədir ki orada? Ammoniakın hansı maddələrin reaksiyasından alınan birləşmələr donor akseptor mexanizmi ilə yaranan kovalent rabitə yoxdur. Ümumiyyətlə turşu ilə olanda elə bunlar var da burada, hə? Birincisi birinci reaksiyadır, hə? CO2 ilə reaksiyası buradadır. Kuprum ilə reaksiyası buradadır. H2SO4 ilə yoxdur. O da elə bunun kimi bir şeydir. H2SO4 ilə reaksiyası da elə bunun kimi bir şeydir. Siz onda özünüz yardımcısınız. Bütün reaksiyalar vardır burada. Deməli bunu da düzəldim. H2SO4 ilə yazın. H2SO4 ilə nə verir? NH4 SO. Şu an NH4 halına keçdiysə deməli orada donor akseptor rabitəsi var artıq. NH4 halına keçdiysə, yəni turşularla. Bunda var, bir də bunda var. Burada yoxdur çünki burada azotun özü alınır. Burada yoxdur çünki burada NH4'də yox. NH3'lü bir hidrogen itirir sadəcə. Anladınız mı? Bu əslində NH3'dür, bir hidrogen itirir. İki dənəsi karbona birləşir. Aydındır? 2000 bile girənlərin aslında şükəsə. Orada əmsala yazmasaq da olar 2000. Niyə yazmaq lazım deyil? Mən yazmadım. Ehtiyac yoxdur əmsala. Mənim burada məqsədim əmsalaşdırmaq deyil axı. Məhsulu görməkdir. Məhsulda da NH4 müsbət var. NH4 müsbətdə də donor akseptor rabitəsi var da. NH4 alınırsa deməli donor akseptorda artıq avtomatik var. Aydındır? Davam edək. Neçə? 111. De görün birinci reaksiyanı bana. Sən, Ayla. Birinci reaksiya. NH2'nin parçalanmasına. Hə. N2 nasıl verir? NH2 verir ben geçersen. De ikinci reaksiyanı. İkinci reaksiyon NH neyin? Bire bilirsin. Bire girəndə NH4 H2 öldür. Bəli. De üçüncü reaksiyanı. N2 mis elindeki su. De dördüncü reaksiyanı. N2 nə su verir? Yanmadı da va. Bəli. Çünki təkdə temperatur qoyub belə. Bəli. Aha. İndi nə soruşur? Gəl bunların oksidaşma dərəcəsi və valentini yazaq. Görə harada dəyişib, harada dəyişmir. Söhbət valentlikdən gedir, hə? Azot NH3'də də 3 valentlidir, N2'də də 3 valentlidir. NH3'də 3 valentlidir, NH4'də 4 valentlidir. NH3'də 3 valentli, N2'də 3 valentli, NH3'də 3 valentli, N2'də 3 valentli. Deyir ki, birincidə dəyişmir. Düz deyir də dəyişmir. Buna bir plus. İkincidə də dəyişmir deyir. Axı ikincidə dəyişir. Deməli bu ikinci bizə yalan məlumat verdi. Üçüncüdə dəyişmir deyir. Düzdür də dəyişmir. Yoxsa dəyişir deyir. Üçüncüdə nə eləmir? Dəyişməyib, bu isə deyir dəyişir.
Və üçüncü məlumat da yanlışdır. Dördüncü də dəyişmir deyir. Düz deyir, dəyişmir. 1 və 4-cü informasiya doğrudur, 2 və 3-cü informasiya yanlışdır. Yanlış mı istəyir, doğru mu istəyir? Doğru istəyirsə 1 və 4-cü xanalar bizə doğru məlumat verir. SEO-da da maraqsızdır rabitəsi var. Bəli. SEO, NH2, 2-də. Azotdan söhbət gedirdi axı orada. Azotun validliyindən söhbət gedirdi axı, bax hala. Nə yazıbdı? Yazıb ki, amonyakın hansı maddələrlə reaksiyasının alınan birləşmələri donar. O CO deyil, bana bu CO2'ni de öğrenemezsin. CO değil ya o. Ben onu yukarıda yazmıştım ama CO2 de oksijen 2'den oksijen, karbon oksijen getirip 2'den azot birleştiriyor. Sen o CO gördüğün oldu. O birleşecek maddedir. O dem gazı değil ya o. CO enerjide CO dem gazı değil. Yüz neçə? 113. Günay Hanım, amonyum karbonat parçalarında ne verir? Karbonat, NH3. Aferin. Deməli bu parçalarında deyirsən NH3 verir, birinin özü verir, CO2 verir və su. NH4, HCO3 də bunu verir. Yəni sən tutub NH4, HCO2 də parçalasan, eyni işi məhsullar alınacaq. Yaxşı? İndi burada X və Y-i mən bilmirəm. Amma bilirəm ki, CO2 verib də. Bunlardan biri X-dir, NH3-dən və H2O-dan. Biri X-dir, biri Y-dir. Elə? Bunun kütləsi neçədir bu? 17. Hidrogen kütləsi burada neçədir? 3. Bunun kütləsi neçədir? 18. Hidrogen kütləsi neçədir? 2. Bilirsiniz də burada indi müqayisə üçün desək. Burada mı hidrogenin payı çoxdur, burada mı çoxdur? Yəni 17'nin 3'ü mü daha böyük paydı, 18'in 2'si mi? 17. Burada pay böyüdü də. Orada omega 2, omega 1'dən böyük yazıb ha. O zaman bu omega 2'dir, bu isə omega 1. Omega 2 Y-dəydi, elədir. Deməli NH3 Y-dir, H2O da X-dir. Hə, elədir. Sonra deyir hansı reaksiya gedər? X, yəni su. Dəmir sodurdan girərmi? Xeyr, girməz. Su yalnız aktiv metalların üstündən girir. Y, NH3, yəni Y. HNO3'dən girərmi? NH4 NH3 vermir. O zaman girer. O da bir plus. X gümüşten girir mi? Su. Pasif metaldan girir mi? Girmir. Y yani NH3. Mis 2 oksiden girir mi? Mis azot ve su verir. O zaman 2 ve 4. reaksiyalar gedər, 1 ve 2. reaksiyalar getməz. Tapmaca deyil konkret. Əvvəlcə X və Y müəyyənləşdirirsən, sonra onların da hansı ilə reaksiya girir. Maraqlıdır yəni. O belə kinolar olur belə. Nə deyirlər ona? Sirli, belə dedektiv, gizemli. Nəsə axtarırlar, tapırlar, xəritə falan, macəra. Burada macəra çıxdı da. Əvvəlcə müəyyən eləməzsən ki, NH4 2CO3 nə verir? Sonra görəsən bunlardan hansı X-dir. Onu necə müəyyən elə? Hər birində olan hidrogenin kütlə payına görə. Onu da müəyyən edəndən sonra bir də bax görələm bunlar hansılarla reaksiya girəcək. Gəl. Gəl bunları da sən göstər, gəl. Gəl sən qalmışdın. Sonra neçəyə baxırıq? 117'ye. Şolar, bu karbonlu alma reaksiyasını bayaq kimdən soruşdu? Səndən Günay, düzdür? Bəli, karbonlu alma reaksiyası. Bəli. Yazılar mı? Nə ilə nə girirdi? Bu NH3 ikincisi ilə SEO2 gibi. NH3 ilə CO2 girirdi. Bizə verirdi nə? CO, NH2, 2 dənə və su. İndi burada azot 2'dir. Bir də burada 2 yazsaq düzəlir. Bir də bir şey verir, düzəldir. Reaksiya budur. Karbamidin və yaxud da sidik cövhərinin alınma reaksiyası. Gübrədir. Gübrə kimi istifadə olunur. Bizə deyir ki, 60 kilogram karbamid almaq istəyirəm. Nə qədər almaq istəyirəm? 60 kilogram. 60 kilogram qrama çevirək, çünki mən burada zaten qramla işləyirəm. Neçə qramdır bu? 60 qramdır. Bəs 60 kilogram neçə qramdır? 1 kilogram neçə qramdır uşaqlar? 1000 qramdır. 1 kilogram 1000 qramdırsa o zaman 60 kilogram olur 60 min. Deməli mən almalıyam nə qədər? 60 min qram almalıyam. Amma bir məsələ var. Məsələ nədir? Bu reaksiyanın çıxımı neçə faizdir? Yəni mən 60 min üçün hesab aparsam əslində 30 min çıxacaq əlimə. O da əgər 60 min almaq istəyirəmsə bu 50 faizdir, mən 100 faiz hesab aparmalıyam. Neçə faizdir? Yəni bundan 2 dəfə çox.
120.000 qram üçün mən hesab aparmalıyam. Neçə hesab aparmalıyam hesabımı? Normalde 60 qram üçün bu 44.8 litr istifadə olunur. Nə qədər istifadə olunur? Görəsən 120.000 üçün nə qədər olar? Bu bundan neçə dəfə çoxdur? Məncə 2000 dəfə çoxdur, hə? Elədir? Bunda 2000'ə vuranda olur? Onda 6 0. Belə olur da yəqin ki. Bəli. Elə mi? 2, 3, bəli. 3 dənə oldu, 4 dənə, 4 dənə. 4 dənə mi olsun? Hə, 3 dənə bu qədər. Bu qədər litr. O mənə litrdən cavab istəmir, nə istəyir? 1 metr kub Mənfi 3. 1000 litrdir, hə? O zaman bunu 1000'ə bölməliyəm metr kub olsun. O zaman 89.6 metr kub lazımdır mənə. Amonyak. Aydındır? Başa düşdünüz? Niyə mən məhz 120.000'dən hesab apardım, 60.000'dən yox? Çünki çıxım neçə faizdir? Yəni mən 89.6 metr kub götürsəm bu qədər alacağım. Bunun da əlimdə yarısı qalacaq. Yəni o istədiyinə 60 kilogram qalacaq əlimdə. Başa düşdünüz? 50% itkidir. Çıxım 60% olsa 60. Yox, çıxım 60% olsaydı elə götürməyəcəkdim. Yazılacaqdım buna. 60, o zaman bu olacaqdı 100. Ha, o demək. Yəni bu 60% olacaqdı. 60 götürməz, 60. Yox. Təbii ki. Çıxım itki deyil ki, çıxım əlimdə qalandı. Sonra davam edək. Neçə istəyirsiniz? 100 neçə? 100 neçə? 119. 119'da amonyak və hidrojenden ibarət 48 litr qaz qarışığını sülfat məhlulunda buraxdıqda qaz qarışığının həcmi... Bu sual şifahi sualdır. Deməli uşaqlar, baxın bura. Sülfat turşusu məhlulu var, H2SO4 məhlulu. Mən bura buraxmışam NH3 ilə azot. Ay uşaqlar, azot girir bundan reaksiyaya. Nə girir bundan? NH3 girirmi? O zaman azot olduğu kimi çıxıb gələcək də, hə? Mən bura buraxdığım qaz 48 litridir. Buradan çıxan qaz isə 36 litrdir. Məndən soruşur nə qədər amonyak var? 12 azaldı demədi. Bu 12 azalma amonyaka görədir də. 12 buymuş, 36 da buymuş da. 12 ilişim qalıb qabın içərisində çünki sülfatla reaksiya girib. Azotsa çıxıb gedib də. Azot və amonyak və hidrojen deyə azot deyirəm. Mən bayaqdan azot deyirəm. Hidrojen olsun, fərqi yoxdur. İndi 36 48'in neçədir? 4'dən 3'ü də 75% hidrojendir, 25% də amonyak imişdə. Hidrojen çıxıb gələcək mi? Hada girmir axı sülfatla reaksiya. Siz ayranın içərisində belə o boruzundan üfürəndə hava qalır orada, yoxsa uçub gedir. Sərdən çıxır da çölə. Bu biz nəyə bənzəyir? Məndən Svetlana'nın ikimizin deyək ki, nə qədər varımızdır? 48 manatımız var. Mən poçta gedirəm kommunal ödəməyə, Svetlana isə saqqız almağa çıxıbdır. Dükkanın qabağına satanda biz girdik dükana girdik, pul 12 manat azaldı. Pul nə qədər azaldı? Mənim dükkanda işim vardı, yoxsa poçta gələcəkdim. O zaman dükkanda pul xərcləyən kimdir? Deməli Svetlana nə qədər pulu varmış, əgər pul 12 manat azaldırsa. Deməli 12 manat onudur, qalan mənim də 36 manat da mənimdir, gelib kommunal ödəyəcəm. Alamadınız, o saqqızını aldı, mən də yerimiz kommunalımı ödəyəcəm. Alamadınız. Dəqiq. Biraz heşaya edesin çok şey oldu. Tamam edək. Sonra. Neçə? 121. Amonyak və oksigen qarşılığı 27 litri tam reaksiya daxil olaraq azot, 2 oksid və su əmələ gətirir. İçin qarşılığı. Rahat da bu. Birinci amonyakla oksigen girib azot 2 oksid əmələ gətirsə bu yanma deyil. Bu katalitik oksidləşmədir. Bu nədir? Katalitik oksidləşmə. Bunu da bayaq əmsallaşdırmışdıq biz. 4 idi. 5, 4'dür ha bu. 4 idi, bu 3 idi. 4 dənə NO vermişdi. Yaxşı, 5 idi, 5 idi. 6 dənə də o 2. O 2 yox, H2 yox. Bu idi də. Belə idi də. Normalda bunlar 4'ün neçəyə girirlər? 5'ə. 4x, 5x. Cəmi nə qədər girir? 9x deyir, 27 desə x neçə olur? 3. O zaman bu girib 12 litr, bu da girib 15. Bayaqki sual yenisidir də bu. Bayaqki sual bu cədvəllə 89-cu sualına indi. Siz açım göstərin. Konkret yenisidir. Bunu sadəcə mətndən verib, onu qraf belə cədvəllə vermişdir. 27 yazıb. Orada 80, 54 idi orada. Görürsən 27 ilə artırıb olub təzə sual. Cədvələ salab, bir təzədən olub yeni sual. Orijinal. Sonra. O nə deyir?
Ha, həcmin azalması. Uşaqlar, bu həcmin azalması ilə bağlı mən sizə izah vermişdim. Verməmişəmsə də indi verirəm. Baxın mənim əzlərim. Bax, N2 neçə mol girir? 1 mol. H2 neçə mol girir? 3 mol. Neçə mol qaz çıxır çölə? 2 mol. Yaxşı uşaqlar, girən 1 ilə 3-dür, çıxan 2-dir. Girən neçə həcmli, çıxan neçə həcmli? Girən 4 həcmli, çıxan 2 həcmli. Nə qədər azalma var burada? 2 azalma var. Bununla razısınız da. Yəni, burada heç nə izah eləməmişəm, amma sadəcə gördüyümüzü yazmışam. Düzdür Yosif? Hə, düzdür? İndi bizdə nə qədər azalma var deyir? Əgər azalma 6-dırsa, 3 dəfə daha çox deyil azalma. O zaman hər şey daha 3 dəfə çox götürməli deyilsən. O zaman bu 1 yox, 3 dəfə çox. Yəni neçə girib? 3 girib. Bu 3 yox, 3 dəfə çox. 9 girib. Bu da 2 yox, 3 dəfə çox 6 alınıb. İndi səndən nə istəyir? Neçə litr girdik daxil olan neçə litrdir? Bitti. Aydındır? 100%. Dəqiq. Bu azalmaya görə işləmək təkcə burada keçmir. Bir çox çalışmalarda biz azalmaya görə rahat işləyib cavab ala bilirik. X-siz, Y-siz, Z-sız. Yəni məhsul qoymadan falan, tənasübzat qurmadan. Aysun, aydındır qızım? Öyle qəşəng gidiyor. Geç oraya. Sonra? 126. Neçə? 126. Aha, yaxşı olsun. Bunları bərabər kütlədə götürüb, eləmi? Eyni şeydə bunu silmirəm, bunun üzərində işləyəcək. Reaksiya budur. Uşaqlar, bunları bərabər kütlədə götürənlər, ümumiyyətlə bunların gəl görəyəm hansı kütlə nisbətində girirlər reaksiyaya. Bu azot N2-dir, N2-də 28 qramdır. Yəni bu 28 qram reaksiyaya girəndə, bu neçə qram girir uşaqlar? 6 qram. İndi mən bunların ikisini də bərabər götürsəm, məsələn ikisini də neçə götürsəydim? İkisini də tutaq ki 28 götürsəydim. Neçə? 28. İkisini də 28 götürsəydim. Bu tam sərf olacaqdı. Bundan nə qədər artıq qalacaqdı? 28-in 6-sı girib də. Neçə? 22 artıq qalacaqdı. İndi bizdə 22 artıq qalmayıb da neçə qədər artıq qalıb? 44. Əgər səndə 44 artıq qalıbsa, o zaman hər şey 2 dəfə çox götürüb. Bunların 28 yox, 56 götürüb. Elə? 2 dəfə çox, bu neçə qram girib? 12 qram. Bu da 28 yox elə, 56 qram girib. Belə oldu da hə? Başa düşürsünüz nə demək istəyirəm? Çünki yenə deyirəm, bərabər 28 götürəndə bu 22 qram artıq qalırdı. Bizdə isə 44 qram artıq qaldı. Deməli hər şey 2 dəfə daha çox götürüb. Bizdən nə soruşur? Daxil olmamışsa neçə litr amoyak alınır? Bunlar normalda 28-6 girəndə 2 mol alınırdı. Neçə mol alınırdı? İndi hər şey 2 dəfə çox olduğunda bu da neçə mol alınır? 4 mol. İndi bu 4 mol hansı şəraitdə neçə litrdir soruşur? Normal şəraitdə? Hə? Normal şəraitdə 4 mol qaz, 4 mol vurursa neçəyə? 22, onda 4'e də, hə? Bu da olur 89, onda 6 litr. Ya siz niyə soruşdun normal şəraitdə? Başqa şəraitdə 1 mol qazın həcmi başqa da ola bilər. Temperatur həcmi dəyişərsən qazın həcmi PV bərabərdir. Ümumiyyətlə həmin üstünə çıxır. Sonra Mendeleyev Klayperon tənliyi, qazın hal tənliyi deyirlər, nə deyirlər? İdeal qaz. Bunları da ideallaşdırırlar da özləri üçün. Bunlar ideal değil, tamam. Sonra təqribən. Sonra neçə? 127. Bilsəm silməzdim hə. Bilsəm silməzdim. Nəysə azalmaya görə. Uşaqlar bilirsiniz ki, qazların bərabər həcmlərində bərabər sayda hissəci olur. Yəni molların həcmləri bir-birinə nədir? Mütənasibdir. Eləmi? O zaman burada vəziyyət belədir. Bayaq gördün də bu 4 girəndə bu neçə çıxırdı? 2. Elə 4'dür. Neçə azalma olurdu? 2 azalma. İndi bizdə neçə azalma müşahidə edirsən? 10 girib 7 çıxıb. 3 azalma müşahidə olur. 1 onda 5 dəfə çox. Günah qulaq asmırsan qızım mənə. Çox mühüm bir yerinə baxırıq biz bunu. Dərsin canlıdır bu. Əlmi götür üzündən. Ən mühüm yerlərdən biridir bu. Bayaq dediyimin üzərindən təzdən keçirir. Diqqətlə qulaq as. Bax bir də deyirəm, 4 girib 2 çıxır, 2 azalma var. Bizdə isə 10 buraxıb salıbdı, neçə çıxır? Neçə azalma görsən? İndi bu 3, bu 2-dən neçə dəfə çoxdur? O zaman hər şey 1,5 dəfə daha çox alır. 1 yox, 1,5. 3 yox, 4 yox. 2 yox,
3. Deməli bu son qarşının 7-nin 3'ü budur. O zaman hidrogen neçəsidir? 4'ü. Başlanğıcın 1/5'i. Azot imiş, o zaman 8/5'i də bu imiş də. 8/5 oradan bildim. Bax da 4 artıq qalıb. 4/5'də girib. Aydındır? Aydındır? Siz məncə 128 də istəyirsiniz. Yaxşı olsun. Yazdım 129'u. Ben yazdım yok, siz deyirsiniz belki. Bence 129 da deyirsiniz, 130 da deyirsiniz. Bak bizde 2 azalma var. Orada neçə azalma var? 80'den 600. De Aysun. Neçə azalma var bala? Yaxşı bu 15 azalmadırsa, digərlərində sən də tez deyil, tez elə. Sən. Yəni azot nə qədər girib? Aha. Bu nə qədər girib? Bu nə qədər? Ne soruşur? Son qarşılıqda amoyak. Son qarşılıqda amoyak nə qədərdir? Bu de, 30'u de, tez elə. Sən de. Yine eyni reaksiyon. Elə azot reaksiyon yapıyor. 120'den 96'ya düşürdüm. Qaz qarışıq həcmi. Elə bir ki, bax, burada var, bu şəkil verir ya. Bu şəkili indi qrafik kimi verib. 24'de. Bax, əslində indi bu ədədləri bura götürürmü? Elə bax, 120 imiş. Düşüb neçəyə? Bax, budur ya. Qaz qarışığı 120 imiş, indi olub 96. Neçə azalma? 24. Nə istəyir? Azot ne kadar? T1 alına qədər nə qədər azot reaksiya girib? Nə qədər girib azot? 12. Nətərdir? Onlar Svetlana. Sonra? 131. Neyniyim ki? RH3 tipli hidrogenli birləşməni bir 3-cü qrup əmələ gətirir 3A. Bir də əmələ gətirir 5A. 5A'da yəqin azotdur da bu. Hə? 5A'da nədir? Azotdur ya fosfordur bunlardan biridir də, elə deyil. Hə, indi bir də deyil hidrogen rabitəsi var. Hidrogen rabitəsi olurdu azotda, florda və oksigenda, elə deyil. Birinci bu RH3'dən başa düşdüm ki, ya 3A'da olmalıdır ki RH3 olsun, hə? Ya da neçədə 5A'da olmalıdır ki RH3 olsun da hidrogenli birləşməsi. Əgər bu söhbət burada hidrogen rabitəsi əmələ gətirirsə bu azotdan başqası ola bilməz. Azotun da kalsiumla birləşməsi kalsium 3 N2'dir. Və neçə atomludur bu? 5 atom. 1 molunda neçə mol atom var? 5 mol atom var. Əgər mol sayını deməsəydi, təkcə sayını istəsəydi nə yazardı? 5 vurulsun, altta %2 vur, 23 yazardı. Burada mol sayı dediği için bura 5 mol yazabilirim. Ama atom sayı deseydi 5 yazsan səhvdir. 5 yazsan, çünkü 1 molunda değil. 1 mol demek altta %2 vur, 23 dərəsində demektir. Anladın mı? Altta %2 vur, 23 dərəsində 5 vur. Altta %2 vur, 23 dənə atom mu? Ədəd deyil, dənət deyil, nə bilim, nə istəyir, Sonra. Siz damcı ölçü vahidi bilirsiniz. Bir damcı vahidine qal. Eşitmişsiniz böyle şey. Yani biraz olsa. Ama damcı var. Damcı çok universal bir ölçü vahididir. Bir damcı üzümüze gülmedi. Bir damcı üzümüze gülmedi. Bir damcı yer vermedi oturaq. Yemek veren de bir damcı. Bir damcı, o damcı nədirsə, çok beynəlxalq bir universal bizdə də Azərbaycanda universal ölçü vahididir. Biz bütün beynəlxalq sistemdə olan ölçü vahidlərini onunla əvəzləyə bilərik. Bir damcı qüvvə tətbiq eləmədi, hə? Sonra davam edək. Neçə? Oğlum şifahi sualdır. Ha, inanmırsan ha? Bax, bura neçədən qaz buraxıb? İçine. Hansı qaz reaksiya girib, hansı qazı çıxıb gedib? Hidrojen çıkıp. Bayağı bunu əmsi oğlunu eləmişdik, düzdür? Ha, hidrogen çıxıb gedibsə, o zaman hidrogen 11-12 litrmiş. Elə mi? İndi molun neyinsə, 11-12 litrdir də, elə deyil. Bəs NH3 də H-klorundan girir də reaksiya, elə? O da NH4 klor verir də, elə? Normalda bunun 36 onda 5 qramı girir neçə litrlə? Bizdə bunun neçə qramı var? 73 qramı neçə ilə girər? Bu da deyir ki, amonyak və xlorid tam giriblər, yəni heç birindən artıq. O zaman ben düşünürüm ki 70'te bu kadar lazım. O zaman əvvəl bu da 44 onda. Bu da 56 edir zərbi. 56'ın 11 ondaki 5'te birlik də. 20% hidrogendir.
İndi yazmasam da istifadə eləmə olardı da bunu, hə? Şəkli gördün qoxduna. Aşağıda neçə mol haşqları var qabda? 2 mol. 2 mol haşqlar neçə mol enerji üstə girir? Elə 2 mollar. 2 mol enerji üstə neçə litrdir? 44 olmuş. Sizə deməli 44 olacaq kismişdə. Bir də orada deyir axı tam girirlər. Heç biri artıq qalmır. Dediyim qədər var idi yoxsa yox? Dediyim şifa eləmək olar. Dediyim qədər var. Var. Güclə dedi. Səncə, Məryəm? O bayaq yazmışdı, Metiyə də getdik, poçta pul ödəməyə birimiz getdik, birimiz dükana çapqız almağa. Eyni sualda da yəni şəkil zad elmlər satırlar təzdən bunu. Hə? Eyni sual deyil. Biraz böyle şey oxşur ya, Əjdaha yazıda da böyle quyruğu falan. Qorxuducu. Hə, sonra? Bitti mi? 133 var. Yok, şu 134 de var. Olsun. Deməli, NH3 O2'dən yanında. Bunu bayağı əfsalaşdırmışdır da, bir də eləməyib də bunu. Bu 4 idi, bu 2 idi, bu 6 idi, bu da 3 idi. Bir də NH3 katalytik oksidaşənlər. Burada isə belə idi, 4 idi, 5 idi, bu 4 idi, bu da 6 idi. Belə idi, elə? Burada deyir ki, oksigen, burada normalde 4'e neçə girir? 3. V1'e isə nə giribdir? V. O zaman V1 nəyə bərabərdir? 4V bölünsün neçəyə? 3'ə. Burada 4'e neçə girir? 5. V2'ye neçə giribdir? V. O zaman V2 nəyə bərabərdir? 4V bölünsün neçəyə? 5'ə. İndi bizə nəyə bölmək istəyir? Bunu buna bölmək istəyir. Bunu buna bölmək, bu tərsinə vurmaq demək deyil. Hə? 3 böl 5 eləyəcək, o da 0.6 eləyəcək də. V2 böl V1 bərabərdir 0.6. Çünki bu tərsinə burada 4 verlər gedəcək, 3 böl 5 qalacaq, o da 0.6 eləyəcək. Çətin dedim. Doğrudan çətin oldu ki. Niyə yazdıq ki bunu? Yoxsa ən sonlaşdı, 4'ə 3'lü V1'ə V verib, özü verib. 4'ə 5'li V2'yə də V2 V verib, bu özü verib. Yazdım, bu da. Beylər zaten qısa gələcəkdir. Eyni tapmağa çalışsın işte. Bəli? Rəqəm 5 ədəd qoyaq. Rəqəm biraz bizi şey edir, axı salır şey, 9'a qədər ancaq qoya bilir. 34, bunu istəyirsiniz. Mənə bax, bu maraqlı sual deyil, amma çətin sual deyil ha. Baxmayın belə qrafiklər, belə qəribə görürsəndir. Bu sual çətin sual deyil şu an. İndi müşahidə gerek okura biləsən də. Mən heç bu aşağıdakıları oxumamışdan qabaq, mən burada belə başa düşürəm ki, bunun hidrogeni varmış Y, azotu varmış X, azot tükənib. Azot deyil, tükənib. Əldə qalıb hidrogen, bir də əmələ gələn NH3. Bunu gördünüz mü? Deməli, əvvəl hidrogeni və azotu varmış, azot tam tükənib, hidrogenin bir miqdarı artıq qalıb və amonyak əmələ gəlib. Düzdür yoxsa yox? O zaman gedən reaksiya budur da. N2 plus 3H2 alınır nə? 2NH3. Son qaz qarışığında nələr var? Son qaz qarışığında. Azot və... Yox, hidrogen, azot qalmayıb. Sıfır. Hidrogen və... amonyak. Deməli, əldə var amonyak, əldə var hidrogen. Düzdür yoxsa yox? Deməli, bunun kütləsi 17 qramdır, bunun kütləsi isə neçə qramdır? 2 qram. Bu qaz qarışığının M ortasını verir orada, fikir ver. Neçədir bu qaz qarışığının M ortası? İndi mən 17 və 2-ni hansı nisbətdə qarışdırmalıyam ki 12 alım? Onda diagonal üsulundan istifadə edib tapa bilərsən. Belədir. M orta nə deməkdir? Bu qazlardan hərəsindən müəyyən miqdar götürübdür, 12 alım. Hə? Bu çarpaz üsulun məhlullar mövzusundan da artıq deyə bilirik. Diagonal üsulu, çarpaz üsulu, xaç üsulu, kəpənək üsulu, nə istəyir deyin də bunu. Bunun fərqi neçədir? 5, bunun fərqi neçədir? 10, x gedir neçəyə? 2'nin 1'ə. Deməli, bunu götürməlisən 2 mol, bunu götürməlisən 1 mol. Elədir, elədir. Alın. İndi, deyəsiz, bəlkə 20'nin 10'adır, bəlkə 200'ün 100'ədir. Fərqi yoxdur. Çünki x-in y-dən sonunda nisbətini istəyir, cəmin istəmir, nisbət üçün bir şey dəyişməz. Anladın mı? İndi, əgər amonyak 2 idisə, deməli, burada 2 aldım. 2 alımsa bu neçə girib? Bu neçə girib? O zaman eğer bu 1 giribsə tükənib, o zaman x 1 imiş də elə tükənib, 0'a düşüb. Elə mi? Bu da fikir verir, gəlib 1'ə düşüb. Neçədən 1'ə düşüb bu? Bir də 1'ə düşdü oradan 1'lə, bu da 1 qalmayıb burada.
Bir qalıb neçə sərf edib? O zaman bura 4 imiş ki, hə? 3 sərf edib, 3 sərf edibdi, düşüb 1-ə də. İndi bizim bildiyimiz 4x-imiz 1-dir. Böləndə bir-birinə neçə edir? 1 bölü 4 0 25. Deyəsən mənim olmazdı bunu 100, bunu 200 götürə, yenə eyni şey olar. Bu olardı 100, bu olardı 400. Şey dəyişməzdi. Aydındır? Tam başa düşdünüz? Bir də əvvəldə günə, bir də yedim üstünə bala. 100%. Məryəm. Yusif. Başa düşdüm. Yaxşı. Sonra 135 də istəmişsiniz? İstəməmişsiniz? Yaxşı. O zaman bunu burada yekunlaşdıralım. Sağ olun, salamat qalın. Bəyənib, nə deyirlər axırda? Bəyənib, abone olmayı unutma.